Azərbaycanın tanınmış ateistlərindən biri ilə elə oldu ki, bir oteldə bir yerdə qalası olduq. 3 saat bir söhbətimiz oldu. Söhbət əsnasında soruşduğum o idi ki, bəs uşaq olandan sonra səndə bir dəyişiklik oldu mu? Dedi, bəli. Artıq mən ateizmdən deizmə keçid elədim. Səbəbini soruşdum. Dedi, fikirləşirəm ki, artıq hansısa bir enerji deyim, tanrı deyim, ilki mühərrik deyim, ali bənna deyim, nə deyirsiniz deyin, nəsə var, bu yaradır. Sadəcə mən dedi dinləri, peyğəmbərlik anlayışını, kitabları qəbul eləmirəm. Və biz müzakirə eləyərkən dedi ki, bunları davam elətdirmək olar. Çünki bizim yanaşmamız biraz tamam fərqlidir. Çünki bizdə indiyə qədər öyrədilən din anlayışı standart, qəlibləşmiş bir anlayış. Amma mən deyirəm ki, həmişə bir uşağa baxaq. Uşağın verdiyi suallar özümüzü sorğulamağa aparmır mı? Ölüm anlayışı olsun, nəyinsə yaradılması anlayışı olsun və buna necə cavab verə bilərik? Yaxud da müəyyən bir dövr, mərhələ yaşayan insanlar ətrafımızda görürük ki, sevdiyimiz bir insan sabahlarım yoxdur yanımızda. Bu bizə təsir edir. Yəni bu təsir edirsə, bəs bu hara gedir? Bunu fəlsəfədə mi axtaraq, elm dediyimiz, sayns dediyimiz anlayışda mı axtaraq, din nə deyir? Din nə deyir deyəndə o zaman hansı din nə deyir anlayışdan baxırıq. Müxtəlif cavablar alsaq da, amma mən məsələn dinlər tarixçisi olaraq araşdıranda görürəm ki, bu dinlərin özlərinin ortaq cəhətləri var. Bir yaradan varsa, yaradanla yaradılan arasında bir ünsiyyət varmı? Yaradanın yaradılandan istədiyi nədir? Məqsəd nədir? Biz niyə yaşayırıq? Yaşayandan sonra hara gedirik?